2 dərsdən pis qiymət aldığını atan bilirmi? Atama ne için diyeyim? Axı ne üçün də atandan gizlədəsən? Atam bilse beni özüyle yol çekmeye yaparmaz. Ağıllı oğlum, hər halda atana deməlisən. Elədir mi? Dilara, bizim şeylerimizi hazırla. Hazırlaş oğlum, sabah gedirik. Her şey öz qaydasındadır Dilara. Maşınlar da getirilmiştir. Aferin Hüseyin dayıya. Kocalığına bakmayarak koçay kişidir. Yorulma ne olduğunu bilmir. Adamları topladı. Lazım kadar erzak ayırdı. Ha, bugün seher. İsmail, atandan gizlətmə, de. Demeyeceğim. İsmail. Bilirsin. Ne var, ne olur? Ha, yeni oyun çıkarmışsın. Hiçbir şey. İsmail'in necə oxuduğundan heç xəbərin varmı? Necə məyər? Ne diyesin belə oğula? Atasını yamanca sevindirir. Ben elə bilirdim ki, benim oğlum artık böyüyüb, bundan sonra mənə kömək olacaq. Sen deme o tembelin biriymiş. Üstelik korkakmış da. Kıymetlerini atasından gizledir. Yok azizim, ben senin kimi korkağı tembeli özümle hiç yere apara bilmərəm. Bu ne harekettir? Taksirkar özünü 2 alan sen, hele bir... Yaxşı, uşağın ürəyin üzmə. Qiyamət qopmayıb ki. 2 alanda ne olar? Odur kənd Sevetinin oğlu Səməd 2 ildir ki bir sinifdə qalır. Heç gözünü də biləmirlər. Günü gündən də yenilənir. Yaxşısı budur, sen karışma. Ben senin hatırına değmek istemiyorum. Ancak uşağı sen körlamsan, onu erkeğin korkak tembel böyütmüsən. Sen benim üstüme hiç çığırma. Sen öz oğlumun qaydına qal. Onu yad kızının ayağına verme. Sen de, ay Dilara xanım, ürəyin necə qıydı, dilin necə gəldi? Mən bunu ondan gizlədə bilməzdim. Buna mənim ixtiyarım yoxdur. Əlbəttə, öz doğma balan olsaydı, belə eləməzdin. Sənə nə var, yad uşağıdır da. Canım, bu sözler niye lazımdır? Sonra başa düşərsən. Bu öz qızının qaydına qalacaq. Sənin oğlun bunun nəyinə lazımdır? Bəsdir, yeter. Ortalığa ayrı seçkilik salma. Görərsən. Mən ölü, sən diri. Bundan İsmail'e ana olmayacaq. Yad kızından ana olmayıp olmayacaq. Dilara, sen onun sözlerinden incime. Arif. Məyər sənin oğlun, əziz balan, mənə yad ola bilərmi? Sen onun sözlerine fikir verme. O kızının vaktsız ölümünü indiye kadar unuda bilmiş. O ölende İsmail'in 5 yaşı vardı. Ben Bakıya oxumağa gidenden sonra İsmail tək qalıb, öz başına böyüyüb. İndi ben yenə gedirəm. İsmail burada kalsa... Sen onu özünle aparsan 4. sınıfta kalacak. Qorxuram, senin için çətin olsun Dilara. Çətin? Yox Arif. İş çətinlikdə deyil. Mən gərək İsmail'in qəlbini ələ alam. Onun məhəbbətini qazanam. Cəmilə səni sevdiyi kimi, İsmail də məni sevməlidir. Əgər o məni sevməsə, mənə ana deməsə, biz səninlə xoşbaxt ailə qura bilmərik.